Hər kəsə salam. Bu mənim YouTube-umda ilk vloqumdur. İnşallah bəyənsəz, ardı gələcək və daha uzun vloqlar çəkməyə başlayacağam. Videonu bəyənsəz, şərh yazsaz və kanalıma abunə olsaz. 3 ilə yaxındır Rusiyada yaşayırıq. İlk dəfə də Kremliyə gedirik. Bunu shortslara da paylaşmışdım, amma burada daha uzun paylaşdım. Biz bundan əvvəl başqa şəhərdə qalırdıq. Ora Moskvaya 3 saat uzaq idi. Amma bu qaldığımız şəhərdə Moskvaya, Kremliyə, yəni yarım saat, 1 saata çatırıq probkasız amma. Getməz olaydıq deyirəm, çünki Mira imkan vermədi. Elə Kremliyə çatan kimi başladı ağlamağa, qışqırmağa. Ondan sonra bizi cərimə elədilər. 6000 falan pul aldılar. Əvvəlcə dedilər ki, pravanızı alacağıq, maşın daha sürməyəcəksiniz 6 ay falan. Yəni bildiyiniz burnumuzdan gəldi də. Amma şükür Allaha getdik, gəzdik. Gəzdik deyəndə ki, elə girdiyimiz, çıxdığımızda bir oldu. Bakıda yarmarkalar olduğu kimi burada da var idi. Elə Moskvaya girən kimi hər yeri bəzəmişdilər. Nağıllar aləmi kimi idi. Tam çox da çəkə bilmədim. Miray çox huysuz olmuşdu. Yəni uşaqlarla, əgər uşaqlar incidirsə sizi, uşaqlarla məncə çıxmayın çölə, tək gedin gəzin. Ruslardan da çox Azərbaycanlılar var idi. Hara fırlanırdım, Azərbaycanlıların səsi gəlirdi. Hətta Miray fincana qoyanda ağlayırdı. Orada qadın mənə altdan yuxarı baxdı. Bəli, burada da beləsinədir. Necə deyim, Azərbaycanlıya gözü götürmür, paxıllıq eləyir. Bir də burada yaşayanlara çox bəxtəvər deyirlər. Öz qohumlarımı da salıram bunun içinə. Çünki bizim çəkdiklərimizi bilmirlər, anlamırlar. Adi sənədə bir kağıza biz 2000, 3000 pul veririk. Məsələn, 3 aylıq, 6 aylıq patent almaq üçün. Azərbaycan pulu ilə deyirəm. Kirayə pulu da çox bahadır. Normal ev 35.000 rubladır. Bizim puldan 700 mənim 800 manat eləyir. Rusiyada iş yaxşıdır, amma gəl ki, darıxmaq, qürbətçilik, Allah heç kəsi qərib yerdə necə də qorusun, qürbətçilik nəsib eləməsin. Atam da Allah rəhmət eləsin, illər öncə Moskvanın bütün şəhərlərində yaşayıb. Mənə həmişə deyirdi, getsin ona darıxacaqsan, amma inanmırdım. Gülür, keçirdim. Deyirdim, yox, başqa ölkə mənim üçün daha maraqlı olar. Amma həqiqətən də dediyi kimi var imiş, darıxmaq falan. Deyirlər qar yağanda hava isti olur, amma yox, yalan söhbətdir. Çünki o qədər adamın əlləri donurdu. Telefonu gücdən tutmuşdum əlimdə. Təsəvvür et, yayda getsəydim, hər gün bucağı çəkərdim yəni də. Amma həqiqətən də nağıllar aləmi kimi idi. Hələ getmədiyimiz o qədər yerlər vardı, o qədər çəkmədiyim şeylər vardı. Bəzən şortslarda, reyslərdə qabağıma çıxırdım, kaş orada gedim. İnşallah nəsib olar bir gün getmək. Miray ona kimi də böyələr, hər şeyi anlayar. Adi yarmarkada sasikalı çörək var idi. 700 rubla idi, 14 manata. Kartof free ümumiyyətlə yox idi. Sorma vardı. Biz əvvəllər 90-cı illərin uşaqları bilər. Xoruz. O belə 600 rubla idi. Çox baha idi həqiqətən. 400 rubla daha doğrusu almışdı. Növbəti gündə ki, Denisə gəldik. Bura Targovidə, Denisdə, Sunlightdə, Çuda Parkda. Çuda Park burada çox bizim şəhərdə böyükdür. Miray orada oynayırdı. Həm çox gözəl vaxt keçirdir. Biz də rahatçılıqla oturub, necə deyim, çayımızı içə bilirik, şirniyyatımızı. Amma bizim üçün deyil, bura çox da maraqlı deyil. Sadəcə Miraya xoş olur. Burada insanı incitmir həqiqətən. Özü üçün oynayır, uşaqlar daha maraqlı olur. Həm də ki, buranın oyun alanı çox böyük, həddindən artıq. Deyərdim ki, bəlkə 5 ev boydadır. Videomu burada sonlandırıram. İnşallah videonu bəyənib, abunə olub, şərh yazsaz çox sevinərəm. Və daha uzun və maraqlı videolar çəkməyə başlayaram. Vlogu baxdınızsa sona kimi özünüzə yaxşı baxın. Allah amanında.